Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra turnir açıq elan olundu. Klubun prezidenti Babək Hüseynov və vitse-prezident Famil Xudayev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladılar. Turnirin təşkilində xidmətləri olan məşq və mütəxəssislərə minnətdarlıq edildi. Yarışın fəxri qonaqları təqdim olundu. Təşkilatçılar turniri qarşıdakı mövsüm ərzində yaxşı təcrübə məktəbi adlandırdılar. Azərbaycan Kuboku uğrunda yarış müxtəlif yaş qruplarında keçirildi. Yeniyetmə və gənclər, habelə peşəkar döyüşçülər turnirdə ayrı-ayrı çəki dərəcələrində qüvvələrini sınadılar. Ümumən fəxri mükafat uğrunda 80-ədək idmançı mübarizə apardı. Təşkilat qrupunun üzvü Peşəkar Sanda klubunun vitse-prezidenti Famil Xudayev bu turniri 2012-ci il idman ilinə öz kollektivlərinin töhfəsi kimi dəyərləndirdi. Peşəkar Sanda klubu 2007-ci ildə yaradılıb. Yaradılan gündən klubumuz ölkə töhfələrini verməkdədir. Əsas məqsədimiz uşaq və gənclərin fiziki və mənavi inkişafına yardımcı olmaqdır. Hazırda klubumuzda 80 nəfərə yaxın uşaq peşəkar sanda idman növü ilə məşğuldur. Ölkə daxili və beynəlxalq yarışlarda Respublikamızın idman şərəfini qoruyan idmançılarımız var. Onlardan örnək etmək olar. 5 qat dünya çempionu Babək Hüseynov, Vüsal Şərifov Avropa çempionatının ən texnikalı idmançısıdır. Avropa və dünya çempionu Nurlan Aslanov 2012-ci ildə İtaliyanın Lignano şəhərində Babək Hüseynov 5 qat dünya çempionu gənə Azərbaycanın milli bayrağını qaldırdı. Ellər eləcə dünya çempionu oldu. Biz bu nəticələrlə kifayətlənmək fikrimiz yoxdur və inanırıq ki, bundan sonra daha da yüksək nəticələr əldə edəcəyik. Turnirin texniki nəticələrdə xüsusi əhəmiyyət verilirdi. Belə ki, yarışda fərqlənən idmançılar Azərbaycan seçmə komandasının niyyətində növbəti mövsümdə mötəbər beynəlxalq yarışlarda Respublikamızı təmsil etməli idilər. Bu baxımdan 65 kq çəki dərəcəsində döyüşən Bəhruz Babayevin hazırlıq səviyyəsi daha yaxşı təsir bağışladı. Nisbətən yüngül çəki dərəcələrində çıxış edən digər idmançılar Toğrul Allahyarov, Rauf Əmirbəyev, Nəriman Cavadzadə və Ellər Orucov bu dəfə də seçmə komandaya əsas namizəd olduqlarını bir daha sübuta yetirdilər. Məşq və mütəxəssislər onların təlim məşq toplanışlarında cəlb olunacağını istisna etmədilər. 70 kq çəki dərəcəsində isə dünya çempionu Taleh İsayev və Murad Məlikov fəxri mükafatlara layiq görüldülər. Yarışlar əsasən Best of Best, Peşəkar Sanda və Kobra klubunun yetirmələrinin üstünlüyü şəraitində keçdi. 80 kq çəki dərəcəsində İbrahim Şamilov və Vüsal Şərifov fərqləndilər. Daha iki sanda ustası Vəli Vəliyev və Nurlan Aslanov isə 85 kq çəki dərəcəsində fəal döyüşləri ilə seçildilər. Məşq və mütəxəssislərin rəylərinə görə belə bir hazırlıq səviyyəsi ilə Respublika Kuboku turnirində qalib gələn idmançılar növbəti mövsümdə də Azərbaycanı müxtəlif beynəlxalq turnirlərdə mötəbər yarışlarda uğurla təmsil edə bilərlər. Turnir başa çatandan sonra fəxri qonaqlar, habelə Peşəkar Sanda klubunun rəhbərləri 50-ci yürüşlərdə qalib gələn idmançılara diplom, medal və kubokları təqdim etdilər. Onlar əmin olduqlarını bildirdilər ki, turnirdə fərqlənən idmançılar 2013-cü ildə Avropa və dünya çempionatlarında da Azərbaycanın idman şərəfini uca tutacaqlar.